İngilis dilində demək olar ki, çox şey bilirsiniz, amma hələ də ingilislər kimi səslənə bilmirsiniz. Deməli siz filler sözlərdən istifadə etmirsiniz. Bəlkə də bu sözlər, yəni filler sözlər bizim üçün çox mənasız, artıq yersiz səslənə bilər. Yəni bizə sanki elə gəlir ki, bu sözləri biz işlətsək, bu bizim savadsızlığımızı göstərər. Amma belə deyil. Filler sözlər əsl ingilislər kimi danışmağın gizli sirlərindən biridir. Bəs bu nə dərəcədə vacibdir? Ümumiyyətlə filler nədir? Filler sözlər danışanda düşünmək və bu danışdığın fikri yumşaltmaq, hər hansı bir təəssürat oyatmaq və ya danışığında pauzalar etmək üçün istifadə olunan söz və ifadələrdir. İngilislər, native İngilislər bundan çox istifadə edir. Əgər filler sözlər nə olduğunu bilmirsinizsə, bir yadınıza salın. Onda yadınıza düşəcək. Məsələn, cümlədə belə sözlər, belə səslər hətta deyərdim. Və ya you know, I mean, like, kinda, well, actually, I guess, you see. Bu söz və söz birləşmələrindən istifadə etmək. Halbuki onları cümlədən çıxartsaq da yenə cümlə eyni mənanı verəcək. Sadəcə olaraq cümləni biraz yumşaldırlar, pauza verirlər, cümləyə öz fikirlərini bildirirlər. Sanki bu filler words, yəni doldurucu sözlərlə, sanki o cümləni doldurur, daha da canlandırır. Gəlin bu filler sözləri tək-tək öyrənək və hansı hallarda istifadə olunur bu sözlər, onları da öyrənək. Əgər biz düşüncəmizdə düşünərkən müəyyən bir pauza veririk, yəni düşündüyümüzü, fikrə daldığımızı, yadımıza salmağa çalışdığımızı göstəririksə, onda bu səslərdən istifadə edə bilərik. Daha native səslənmək üçün, məsələn, onlar bu tipli səslər. Bu tipli səslər düşünərkən bizim tərəddüd etdiyimizi göstərir. Yəni danışılan fikrə biz tərəddüdümüzü bildiririk ki, yox, bəlkə belə deyil. Məsələn, I'm not sure what you mean. Və ya can you repeat the question? Və ya I think I've seen that movie. Daha sonra danışılanda nitqdə like sözündən istifadə etmək. Bu daha çox danışılan nitqi yumşaltmaq və yaxud da ki, öz fikrini bildirmək üçün istifadə olunur. Məsələn, it was like the best day of my life. Yəni, bu elə bil ki, mənə həyatımın ən yaxşı günü idi. Orada like elə bil kiyə uyğun gələ bilər. Halbuki onu atsaq da cümlənin əsas fikri dəyişməyəcək. Amma yumşaldır, daha gözəlləşdirir. Və ya you know filler sözündən istifadə. Nə zaman istifadə olunur bu filler söz? Qarşı tərəfin bizim fikrimizi anlayıb anlamamasını yoxlamaq üçün. Yəni bizlə razıdır, yoxsa yox. Bax, bunu yoxlamaq üçün you know fillerindən istifadə edə bilərik ki, onlar kimi səslənir. Məsələn, it was a tough decision, you know. Bilirsən də, bu çətin bir qərar idi. Ən çox eşitdiyim filler sözlərdən biri də, daha doğrusu söz birləşməsindən biri də I mean. Yəqin ki, çox eşitmişsiniz də. Bu izah edici bir filler sözdür. Yəni, öz fikrimi mən izah edirəm ki, nə demək istəyirəm mən. Məsələn, I mean I didn't say it was your fault. Yəni, demək istəyirəm ki, demədim ki, bu sənin səhvindir. Bu mövzunun davamı olacaq. Ona görə də dərslərimi izləyin. Hələlik bu qədər.